Bismillahirrahmanirrahim. Esselamu aleykum. Bugün mən istəyirəm Ələsgər Məmmədovun Ərəb dili kitabı haqqında danışım. Niyə ehtiyac duyuram bu kitab haqqında danışmağa? Ona görə yox ki, bu kitab haqqında saysız hesabsız təriflərlə dolu olan məqalələrdən birini də mən yazmışam və yaxud mən danışmaq istəyirəm. Ələsgər Məmmədovun bu kitabı haqqında ərəb dilinə necə yenilik gətirdi, necə yaxşı metodikadır. Nəriman müəllimin, mənə elə gəlir ki, Ələsgər müəllimin tələbəsi olubdu. Onun belə bir ifadəsi var, hətta onun dediyi kimi deyim. Deyir ki, Türkiyədə əgər 10-15 ildə öyrənilirdisə ərəb dili, Ələsgər Məmmədovun metodu ilə 4-5 ilə artıq ərəb dili öyrənilə bilər. Çünki belə bir gözəl bir metoddur və gözəl bir tədris vəsaitidir. Bu tədris vəsaiti mən sizə deyim ki, biabırçı bir vəsaitdir. Ələsgər Məmmədovun ərəb dilinin inkişafı və yaxud bəzi şeylərin o bünövrəsini qoymuşdu bu sahədə və yaxud onun şəxsiyyəti və ərəb dilini hansı dərəcədə bilməsi və s. digər məziyyətləri mənə maraqlı deyil. Onun haqqında həmişə yaxşı şeylər danışılıbdır. Yəqin ki, elədir. Dünyasını dəyişib, Allah o dünyasını versin. Bu mövzular mənə aid olan mövzular deyil. Mənim girəcəyim kol deyil. Amma bu metodik vasitə ki var, önümüzdə gördüyümüz hal-hazırda Bakı Dövlət Universitetində tədris olunur. 1-ci və 2-ci kurs tələbələri üçün və bəhbəhlə də yeni nəşr olunubdur bu kitabın. Çünki ehtiyac var imiş səndimə. Bu kitabla tədris alan müəllimlər və məzunlar, sonradan özləri mütəxəssis olan məzunlar hal-hazırda onların özlərinin də elmi dərəcələri var, yaxşı statusa malikdirlər, ağır başlı ərəbşünaslar da hamısı. Bunlar o qədər bəhrəsini gördü ki, bu kitabın, bu dərsliyin, bunu təkrar-təkrar yenilədilər. Bəzi şeyləri dəyişdirərək, təbii ki, çox da ehtiyatla onu deyirlər. Çünki Ələsgər Məmmədovun bu kitabı və onun özü barəsində münasibət belədir, tabu kimi baxılır, toxunulmazdır sanki. Yəni 58 ildir ki, bu kitab tədris olunur və belə olmalıdır səndimə. Deyəsən belə də gedəcək. Dərsliyin metodik vasitə kimi yararsız olduğu bir tərəfə qalsın. Dərsliyin özündəki ərəb dilinə dair məlumatlarda bəsit və göz yumulası olmayan xətalar var. Məsələn, onun birini sizə qeyd edeyim. X hərfi. Baxın. X-un. Bu hərfin adı X-dır da. Yəni, bu hərfin adı X-un. Düzdürmü? X-dır. Yəni, huruf-ül isti'lə hərflərindəndir. Qalın hərfdir bizim dilimizdə ifadə etsək. Yəni, onun üzərində olan fəthə A səsini verəcək. Düzdürmü? Bu hərfin adını niyə X-un deyilir, mən bilmirəm. Və yaxud H-un. Kim dedi ki, bu H-dır? Əgər bu hərf öz üzərindəki fəthəni qalınlaşdırırsa, o zaman o deməkdir ki, bu qalın hərfdir. Axı, bu hərf qalın hərf deyil. Qalın hərflər konkret bəllidir, axı, hansı qalın hərflərdir. Məsələn, ra, təfxim və tərqiq olunan yerləri var, o başqa mövzu, ya da ləmin. Onlar istisnadır. Amma qalın hərf deyil, axı, hə. Hə özündən əvvəlki və özündən sonraki səsi qalınlaşdırmır, axı. Müəyyən çalar qata bilər. Məsələn, Muhammed demirəm ki, mən Muhammed. Mən deyirəm Muhammed, hə. Nəticə etibarilə hə deyilir. Bu hərfin adı da H-un. Belədir. Sonra növbəti, mənim gözümə sataşan mövzular barəsində ötəri danışacağım bugün. Sonra dərslikdə olan xətaları bir-bir əsaslandıraraq səhifə-səhifə mən inşallah qeyd edəcəm növbəti dərslərdə. İsmi cümlə. İsmi cümlə nə deməkdir? Bunu orta statistik ərəb dilini öyrənən, hansı ki, xoşbəxtlikdən bizim ali tədris müəssisəsində öyrənməyən, adətən bu adamlar dindar adamlardır, hansı ki, onlar ərəblərdən öyrənirlər, ərəb ölkələrində və yaxud bizim müsəlmanların, məsələn, Elşən Şəkərovun kitabı var, məşhur qrammatika kitabı var, oradan öyrənirlər. Onlar bilirlər ki, əl-cümlətul ismiyyə nə deməkdir? Əl-cümlətul ismiyyə təbdə bil isim, isimlə başlayır. Xəbəri ad qrupuna mənsub bir söz, yəni bu cümlənin
ismi cümlə olması onun xəbəri ilə müəyyən olunmur axı. Xəbəri ad qrupuna mənsub bir sözlə və ya söz birləşməsi ilə ifadə edilən cümləyə ismi cümlə deyilir. Bu nə yanlış bir ifadədir, bu nəyə lazımdır? Bu xəbərlə müəyyən olunmur axı. Yəni cümlələr xəbərinə görə ismi və feili cümlə kimi adlanmır axı. Cümlə başlayır ya feillə ya isimlə. Gecikmiş mübtəda var, o başqa bir şeydir. Önə keçmiş xəbər var, o başqa bir mövzudur. Amma cümlənin xəbər və feil və ismi olması onun isimlə və yaxud feillə başlanması ilə əlaqədar olan bir məsələdir. Yenə deyirəm, əl-cümlətul ismiyyə hiyəlləti təbdəə bil ism. Bunu YouTube-da açıb baxsanız, əl-cümlətul məsələn, məhiyyəl cümləl ismiyyə ya da əl-cümlətul ismiyyə, Allah xatirinə belə yazaq, milyon cür dərs çıxır bizim önümüzə. Sonra gələk bura. Nələr var burada? Məsələn, ismi cümlələri, xəbərləri baxımından təqribən aşağıdakı kimi qruplaşdırmaq olar. Ümumiyyətlə, xəbərlər bölünür. Xəbər müfrəd, xəbər tək bir kəlmə, xəbər cümlə, xəbər o cümlədə bölünür. Tənqism ilə qismeyn, ismi cümlə, yəni cümlə ismiyyə, cümlə fiiliyyə ya da şibhu cümlə. Bu ayrı bir dərsin mövzusudur. Amma belə bölgü yoxdur ərəb dilində. Sonra müəyyənliyin ifadəsi. Tamam, əl artiklı morfoloji yolla, yəni şəkli əlamət olaraq əl artiklı ilə müəyyənliyi başa salır bizə və yaxud deyək ki, bir kəlmə mudaf olarsa müəyyənlik ya da xitabdan sonra gəlirsə və s. Bunun heç olmasa bu bədbəxt əl artiklının adının hərf-ü tərif olmasını qeyd edək. Heç olmasa nəkira nədir, mərifə nədir, bunu deyək tələbəyə ki, deyək ki, məsələn, qeyri-müəyyən ismə nəkira deyilir, ismin qeyri-müəyyənliyi sonu tənvinlə bitən isimlərdə tənvindir. Bəzi isimlər var ki, onların sonu tənvinlə bitmir, dammə ilə bitir. Bir qrup isimlər əlif məddiyyə ilə bitir. Bir qrup isimlər məsələn tənvin fəthə ilə bitir və s. Ya, onlarda şəkli əlaməti görə bilmirik, amma onlar da qeyri-müəyyən nəkira hesab olunur. Nəkira olan bir ismi biz mərifə etmək üçün nə edirik? Hərf-ü tərifi gətiririk önünə. Burada, yəni tədrisdə, dilin tədrisində hər hansı bir qrammatik qaydanı biz izah eləyərkən o dilin orijinalında olan adını deyəcəkdə. Nəticə etibarilə bu dildən danışırıq. İngilisində biz deyirik simple present. Dünyada olan bütün ölkələrə gedib ingilis dilinin tədrisi ilə məşğul olan ya da sadəcə ingilis dilini öyrənən hər hansı bir əcnəbi ya da Yaponiyaya gedib simple present deyəcək, simple present budur. Amma Azərbaycanda belə bir tendensiya yoxdur nədənsə. Azərbaycanlılar bilmir hələ ismi cümləyə əl-cümlətül ismiyyə deyilir. Müəyyənliyin ifadəsi nədir? Əl artiklına hərf-ü tərif deyilir. Ya da nə bilim, ismin halları nədir? O hallar mövzusu ümumiyyətlə ağırlı bir mövzudur, ona mən gələcəm. Uzlaşan təyini söz birləşməsi, bunu biraz böyüdək. Baxaq mümkünsə. Uzlaşan təyini söz birləşməsi, nəət mənğuddan söhbət gedir burada. Nəət nədir? Nəət mənğud. Məsələn, burada elə yazaq. Nəətun ya da nəətun mən'utun nəətun mən'utun ya da buna deyə bilərik sıfa mavsuf. Sifət ya da sifətlənən, mavsufun. Tamam. Yəni, hətta türk dilində, ərəb dilindən keçən bir tərif var. O müəyyənlik, təyin olunan bir şey, nitələndirmək deyirlər. Yəni, təyinləmək. Nəət nədir? Təyin edən bir şeydir. Mən'ud da təyinlənən bir şeydir. Məf'ul qəlbindədir. Ya da sıfa mavsuf. Düzdürmü? Bunun adını yazıb, ondan sonra Azərbaycan dilində bu qarşılığı birinci növ təyini söz birləşməsidir, hansı ki, sifət və isimdən ibarət olan birləşmədir və burada tərəflərin heç birisi şəkilçi qəbul etmir. Yəni, bu mövzunu bu şəkildə izah etmək lazımdır. Ən azından tələbə qrammatik qaydanın orijinaldakı adını bilməlidir. Uzlaşan təyini söz birləşməsini kimə, yəni bir Azərbaycanlı ərəb dilini deyək ki, öyrənib. Uzlaşan təyini söz birləşməsi haqqında danışanda, ərəb dilini öyrənən, nə bilim, hansısa bir yerdə, tutaq ki, müəllimdir.
O nə deyəcək onun haqqında? Uzlaşan təyinli söz birləşməsi axı bu qaydanın Azərbaycan dilindəki adıdır. Azərbaycan dilində biz buna niyə ad qoymuşuq ümumiyyətlə? Nə bizə vacib idi ki, biz Azərbaycan dilində qrammatik qaydanı öz istədiyimiz kimi Azərbaycan dilində adını qoyaq. Ərəb dilində adını deyirik, nə'atun, mən'utun. Yəni, sıfatın mavsufun, sifət ya da mavsuf. Sifət gəlir, sonra mavsuf gəlir. Düzdür? İndi Azərbaycan dilində sifətdən sonra isim gəlir, ərəb dilində isimdən sonra sifət gəlir. Deyirik kitabun, sonra deyirik cədidun. Və burada uzlaşma gedir aralarında. Nədir bu? Tabi olanlar qismindəndir. Minət-təvabi. Sifətlər burada isimlərə tabi olur. Əgər bizim isimimiz kitabun məsələn müdəkkərdir, mufrəddir, mərfudur, nəkiradır. Mərfu, nəkira təbii ki, bunlar bilmir nədir. Bu tələbələr böyük ehtimalla ki, Azərbaycanda bütün ərəb dilində tədris alan tələbələrin demək olar ki, yəni bütün universitetlərdə tədris alan tələbələrə dərs keçmişəm. Hamısında aşağı yuxarı eyni vəziyyətdir. İstisnalar var, təbii ki. Bu nə deməkdir? Yəni 4 kateqoriyada sifət ismə tabi olur. Və salam. Sonra nəqli ismi cümlə nədir, mən bilmirəm, qanmıram bu şeyi. Ön qoşmalar, hərf-u cər deyək də buna. Azərbaycan dilində hərf-u cərlər Azərbaycan dilinə müxtəlif formalarda tərcümə olunur. Məsələn, yerlik hal şəkilçisi kimi tərcümə oluna bilər və yaxud yönlük hal şəkilçisi kimi tərcümə oluna bilər və s. Və deyir ki, əsli və düzəltmə olmaq üzrə ön qoşmalar 2 cürdür. Sonra xəbəri ön qoşmalı isimdən ibarət cümlə. Ayrı-ayrı hamısı barəsində geniş danışacağım. İndi sadəcə səthi toxunmaq istəyirəm. Təsirli və ya təsirsiz feil bu nə deməkdir? Mənə başa salın görüm. Azərbaycan dilində təsirli feillər var. Hansı ki, ismi təsirlik halda tələb edir. Məsələn, gördüm feili. Kimisə görürsən də, əlini, həsəni, kitabı, dəftəri, qələmi və yaxud da qeyri-müəyyən təsirlik hal ola bilər. Hansı ki, təsirlik halın şəkilçisini qəbul etməyibdir şəkil olaraq. Amma o şəkilçini oraya əlavə etsək, məna pozulmayacaq. Məsələn, mən bugün kitab gördüm, nə bilim, mən bugün bir adam gördüm. Adamı desək, məna pozulmur. Qeyri-müəyyən təsirlik halda. Düzdür. Ərəb dilində təsirli və təsirsiz feil bölgüsü hardan çıxdı? Onun ərəb dilində adı nədir? Və belə bir nümunə gətirir. Deyir, şəkəra feili ərəb dilində təsirlidir, Azərbaycan dilində təsirsizdir. Şəkəra feili. Demək istəyir ki, Azərbaycan dilindəki təsirli, təsirsiz məsələsi ilə qarşılaşdırıb elə bilməyin də bu eynidir. Ümumiyyətlə, bu mövzu üçün bunu danışmaq, ümumiyyətlə, ərəb dilinin bu bölgüsü, bu sözlərin bu bölgüsü, bu tamamilə kökündən yanlış bir şeydir. Məsələn, şəkərə təşəkkür etdi deməkdir, düzdürmü? Məsələn, şəkərə Muhammedəl müdərrisə aləl-kitab və yaxud li deyə bilərik və s. Məhəmməd təşəkkür edir. Bəli, Azərbaycan dilində kimə isə təşəkkür edirsən, nəyə görə isə təşəkkür edirsən, bu ismi təsirlik halda tələb etmir. Amma dəfəə müdafiə edirsən, avtomatik nəyi isə müdafiə edirsən, kimi isə müdafiə edirsən və yaxud kimdənsə. Amma ərəb dili ilə bunu müqayisə etməkdir. Ərəb dilində təsirlidir. Nə deməkdir? Yəni, şəkəra ərəb dilində təsirlidir, nə deməkdir? Kimsə bunu mənə izah eləsin. Sonra burada nə var? Burada hə hərfi var. Bu barədə belə bir şey var. Hə və burada deyir hasrun. Hə həsruna nə deyir? Xüsusi bir gərginliklə tələffüz edilən boğaz samitlərindəndir. Qırtlaq əvəzləri tam kipləşdirilir. H samiti bilavəsə sonraki ə saitini qalınlaşdırır. Yanlış bir şeydir. Belə bir şey yoxdur. Sadəcə h qırtlaq səsidir. Qalın səs də Azərbaycan dilində olmayan bir səsdir. Sonra burada nə var? Baxaq. Bunu biz yəqin ki qeyd etdik bayaq. Hə, burada məşhur zətə mərratin zəhəbu, adamın mədəsi bulanır. Neçə nəsil daha bu zətə mərratin zəhəbu deyəcək. Allah xatirinə bu mətnləri dəyişdirin artıq. İllər keçir, beyinlər dəyişir. Artıq bir knopka ilə, bir düymə ilə biz informasiyanı anında əldə edirik. Süni intellektdə qrammatikanı yazırsan ki, filan qrammatika avtomatik çıxarır.
dövr dəyişir artıq. Nədir və təmərrətin 100 ildir ki, bu eyni mətni bütün ərəbşünaslar əzbər bilir. Nədir and içmisiniz ki, mütləq ərəb dilində tələbənin oxuya biləcəyi ilkin mətn bu olmalıdır. Bu şey haqqında niyə ümumiyyətlə kimsə düşünmür? Görünür məqbul hesab eləyirlər də bunu. Bilmirəm. Mən onun məntiqini hələ də dərk edə bilmirəm. Sonra burada nə var? Dünən biz Elmlər Akademiyasına, belə bir mətn var burada. Baxın. Deyir, dünən biz Elmlər Akademiyasının şərqşünaslıq. Mən başa düşə bilmirəm. Dil ünsiyyət vasitəsidir də. Yəni tarixlə əlaqəlidir, tarixi faktları özündə əks etdirir və yaxud etnografiya və yaxud bir ölkənin mədəniyyətini və s. özündə əks etdirən bir şeydir. Bu dilçiliyin məsələsidir, dilin fəlsəfəsidir. Nəzəri məsələlərdir. Bu başqa, maraqlı mövzulardır. Mənim özüm üçün də maraqlı mövzulardır. Amma dilin ən birinci funksiyası ünsiyyət vasitəsidir. Və ünsiyyət qurmaq üçün biz nəyə görə başlanğıcda bir tələbə ilkin addımını atmalıdır? Elmlər Akademiyası, Şərqşünaslıq İnstitutu, kitabxana, muzey, klub. Danışıq, sadə ümumişlək sözlər var. Danışıqda istifadə olunan sözlər var da. Bu sözləri niyə öyrətmirik tələbələrə? Niyə stəkandan, dəftərdən, qələmdən başlamasın tələbə? Nəyə görə deməsin, bu kitabdır, bu qələmdir, bu əlinin kitabıdır, əlinin kitabı hardadır, kitab hardadır? Yəni, nəyə görə belə mürəkkəbləşdirilir bu mövzular? Və zaten biz bilirik ki, ərəb dili ilə bağlı olan fakültələrə tələbələr məcburiyyətdən girir. Bir qrupda dini həssaslığı var, deyək ki, ərəb dilini sevir və bir qrupda var ki, ümumiyyətlə dini həssaslığı yoxdur. Ümumiyyətlə az bir qrupda ərəb dilini sevir. Amma əksəriyyəti nədir uşaqların? Az balı olduğuna görə məcburən ora gəlirlər. Və bu tələbə bədbəxt 9, 10, 11-ci sinifi pul tökür, valideynlər onları hazırlığa qoyur, sonra universitetə qəbul olur, sonra rayondan yorğanını, döşəyini yığır, gətirir, bahalı evlər tutur ki, Azərbaycanın ən qədim və ən prestijli ali təhsil ocağında doktorlardan, elmlər namizədindən və s. müəllimlərdən dərs alacaq. Yaxşı, bu onsuz da bu məcbur oxuyur 4 il, amma bu bütün halda 4 ilini ora sərf edir də. Heç olmasa qoyun ərəb dilində bir-iki şey qırıldatsın da, bu uşağın gələcəyi var axı. Nəyə görə bu uşaq bitirəndən sonra bir də qapı-qapı gedib, kurs, müəllim gəzib, sadə şeyləri öyrənməlidir. Məsələn, mən San Marino'nun regionşünaslıq fakültəsinin məzunuyam. Ərəb dilini mən də bu kitabla dərs almışam. Mənim müəllimim çox gözəl dərs keçirdi. Həddindən artıq. Amma metodik vasitə xətalı idi və mən 23 il bundan əvvəldən danışıram. O vaxt belə bir bizim əlimizdə fürsətlər yox idi ki, müəllimlərin də əlində elə bir fürsət yox idi ki, açıb nəsə yeni bir məlumatlar, yeni bir şeylər, nə bilim, YouTube-da olan səsli materiallar və s. belə bir şeylər yox idi bizim əlimizdə. O vaxt telefonlar təzə çıxırdı. Yəni, mən demək istədiyim məsələ budur ki, indiki şəraitdə ki, hazırda bu qədər vasitələr var, nəyə görə biz Ələsgər Məmmədovu məhz o kitabı tabulaşdırıb onu tədris etməliyik? Bu biabırçı nöqsanlarla. Keçək o birisinə. Burada hələ bir nüans var. Mənə çox maraqlı gəldi. Burada sözün deməli hədara sözünü bir də rus dilində tərcüməsini verir. Niyə bizim lüğət tərkibimizdə Azərbaycan dili kifayət etmirmi? Hədara gəlmək, iştirak etmək, gəldi, iştirak etdi. Niyə bunu rus dilində verirsiniz? Nə olur yəni? Bu nə deməkdir? Nə biabırçılıqdır? Bu nə əziklikdir? Hətta mən bir tələbəyə dərs keçirdim. Ələsgər Məmmədovun tapşırıqları idi. Mən onunla işləyirdim ki, tələbə baş çıxara bilsin də, yəni bu qeyri-adi dərslikdə axı tələbə onu öyrənə bilmir. Orada da gördüm mən rus dilində cümlələr. İndi bilmirəm, kitabı vərəqlədikcə hələ qarşıma çıxacaq bəlkə. Bu ümumiyyətlə qəbul olunmayan bir şeydir. Bu, yəni, bu nə biabırçılıqdır mən bilmirəm. Sonra feili cümlə. Bura ümumiyyətlə konsertdir. Baxaq bura. Xəbəri feillə ifadə edilən o İsmi cümlədə olan biabırçılıq burada da var. Feili cümlə deyilir. Vallahi billahi səhvdir. Xəbərin bura aidiyyatı yoxdur. Vallahi feili cümlədə xəbər olmur. Feili cümlədə mübtəda olmur. Feili cümlədə fəil olur, məf'ul olur, məf'ullar olur, məf'ul ləəcli, məf'ul mütləq, məf'ul nə bilim nə. Ondan sonra failin, məsələn, məf'ulun faildən önə keçdiyi hallar olur. Feili cümlədə bundan danışılmalıdır. Feili xəbər
Bu feili cümlənin sıralanmasına baxın, tərtibə. Feili xəbər, mübtədə, vasitəsiz və ya vasitəli tamamlıq. Bu soyqırımdır. Beləliklə, mənim qeyd elədiyim xətalar hələ ki bu səhifələrdə rastıma çıxan xətalardır. Bu xətaları mən indi qeyd elədim ümumi şəkildə, amma bunların haqqında və bundan sonraki səhifələrdə olan növbəti biabırçılıqlar haqqında da ayrı-ayrı dərslər çəkib və onu əsaslandıracağam. Nəyə görə səhvdir və düzgün olanı nədir? Amma çox xahiş edərdim müəllimlərdən və ərəb dilində müəyyən məlumatı olan, qrammatikadan müəyyən məlumatı olan tələbələrdən. Bu dərsliklə tədris edən müəllimlərə öz etirazınızı bildirin. Müəllimlər, biraz vicdanınız olsun. Yəni, belə deyək də, sizin ali təhsil müəssisənizdən çıxan 4 illik zamanını, ömrünü və məbləğini ora sərf edən tələbələr ki var, o tələbələr sonra gedib San Marinonu bitirən hər hansı bir regionşünasdan ərəb dili öyrənməməlidir. O öyrənməməlidir bunu. Niyə? Çünki onun tədris aldığı müəssisə Azərbaycanın ən prestijli müəssisəsidir. Onun tədris aldığı müəssisədə olan müəllimlər elmi dərəcəli müəllimlərdir. Belə deyək, Ələsgər Məmmədovun özünün də yetişdirdiyi bir ərəbşünaslıq ordusu var. Hal-hazırda yaşayırlar. Allah Taala canlarını sağ eləsin. Yəni, o tələbələr sizin o statuslu şəxslərin, müəllimlərin əlinin altından belə deyə çıxmış tələbə gedib kurs gəzməməlidir. Qoy kursu bitirən tələbə getsin Bakı dövlətə ki, öz biliyini təkmilləşdirsin. Məsələn, regionşünasdan nəyə görə ərəb dilini dərsi almalıdır? Nəyə görə tələbə universiteti bitirəndən sonra məcrur nədir, mərfu nədir, mənsub nədir bilmir. Növbəti dərsdə ismin hallarına toxunanda mən bu barədə danışacağam inşallah. Bu metodik vasitə tədrisdən qaldırılmalıdır. Bunu ümumiyyətlə elə yerə qoyun ki, tələbələr və müəllimlər onu görməsin, xahiş edirəm. Ondan sonra nə qədər metodik vasitələr var, ərəb dilində nə qədər dərslər var. Yəni, hər hansı bir qrammatik qaydanı tələbəyə izah etmək üçün sonsuz vasitələr var, səsli materiallar var, şəkilli materiallar var. O qədər gözəl və sürətli və aydın, lakanik şəkildə o vasitələrlə izah etmək və tələbəni danışdırmaq olar ki, mən sizi inandırım ki, bu kitabı 4 il tədris alan bir tələbə universiteti bitirəndə heç bir şey danışa bilməyəcək, danışa bilmir. Bakı Dövlət Universitetinin məzunları, hansı ki tələbələrdə heç bir götürmə qabiliyyətində problem yoxdur. Zəhər kimi beyinləri var, türklər demiş. Amma onlara doğru müəllim, doğru metodla dərs keçmir. O tələbələr gəlir, ağzını açanda mən görürəm ki, ümumiyyətlə bunun ismin hallarından xəbəri yoxdur. Çox sadə və bəsit şeylər və yaxud səsləri düzgün demir. Vəl hərfinin V səsini nə müəllim deyir, nə tələbə deyir. Ümumiyyətlə bu heç kimin vecinə deyil. Halbuki bu xətalıdır və həm də ərəb dilində Z və V səslərində olan sözlər mənaya necə təsir edir? Bu məsələ var. Bu qədərmi məsuliyyətsizlik olar? Və xahiş edirəm, əgər kimdəsə hər hansı bir şəxs, müəllim, öyrədən və öyrənən qismindən olsun, fərq etməz, mənim dediyim iradlara qarşı tənqidi və yaxud onlara qarşılıq verəcək bir fikirləri, düşüncələri varsa buyursunlar. Bəlkə mən səhv eləyirəm elə. Məni inandırsınlar və yaxud bu dinləyiciləri inandırsınlar ki, həqiqətən bu kitab metodik vasitə kimi doğrudur və mənim iradlarım yanlışdır. Özünüzdən müğayət olun. Allah Subhanahu taala elminizi artırsın. Əssalamu aleykum.